Evə qəfil qonağınız gəlsə nə bişirərsiniz? Məsələn, mənə görə ən gözəl variant julyendir. Soğanı xırda-xırda doğrayıram, duru yağda qızardıram, çox qızartmayın. Duz və şəkər tozu əlavə edirəm soğana. Soğan rəngini dəyişəndən sonra göbələyi əlavə edirəm. Göbələyi əlavə eləyəndə qazın xodunu artırıram ki, göbələk rəngini dəyişməsin. Daha sonra julyenvari deyirik ya, doğradıq. Bax, həmin toyuğun filesini julyenvari uzun-uzun, yəni doğrayıb əlavə edirəm. Bir 5-6 dəqiqədə toyuqla bir yerdə qovururam. Və smetan, qaymaq, mayonez qarışımı əlavə edirəm, qarışdırıram. Ən sonda üzərinə Holland pendiri əlavə edib qapağını bağlayıram tavanın. Ta ki Holland pendiri bərkiyənə qədər bişirəm. Sobada da bişirə bilərsiniz bunu. Vəssalam, çox dadlı olur. Yanında qarnir kimi düyü, makaron, spagetti servis edə bilərsiniz. Amma belə tək şəkildə də süfrəyə təqdim edə bilərsiniz.